Bismillahirrahmanirrahim. Salam əziz və dəyərli izləyicilərimiz. Hər birinizi Ali Təcvidin 3-cü dərsində xoş gördük. Biz 3-cü dərsimizdə qiraətin başlanğıcı adı altında bir bəhs açacağıq və bir qariyə Quran necə başlamalıdır Qurani Kərimə? Bunların qaydalarını sizə təqdim edəcəyik inşallah. İstiazə azə sözündən kökündəndir və lüğətdə sığınacaq, axtarmaq və pənah aparmaq mənasını verir. Qiraət elmində isə aşağıdakı şəkildədir. Əuzu billahi minəşşeytanirracim. Tərcüməsi, qovulmuş şeytanın şərrindən Allaha sığınıram. Qari Allahın kəlamını oxumağa başlayarkən istiazə deməsi müstəhəbdir. Allah Taala Nəhl surəsinin 98-ci ayəsində belə buyurur. Fəizə qara'təl Qur'anə fəstəiz billahi minəşşeytanirracim. Yəni, Quran oxuyarkən məlun şeytandan Allaha sığın. Əuzu billahi minəşşeytanirracim sözlərini de. Əslində, qari istiazəni qəlbində və niyyətindən keçirməli, eyni zamanda dilində də söyləməlidir. İstiazənin ucadan və ya astadan oxunması isə qiraətdən asılıdır. Yəni, əgər qari ucadan qiraət edərsə, istiazəni də ucadan, əks təqdirdə astadan oxumalıdır. Və bunu da diqqətə çatdırım ki, qari qiraəti sonlandırıb sonradan yenə qiraətə başlayarsa, hətta fasilə az olsa belə yenidən istiazəni söyləmək lazımdır. Və çatdıq istiazədən sonra bəsmələyə. Bəsmələtün sözü Bismillahirrahmanirrahim, yəni rəhimli Allahın adı ilə ifadəsini demək mənasını verir. Keçmiş zaman feilidir. Bəsmələ, yəni Allahın adını dilinə gətirdi mənasını verir. Mərhəmətli və rəhimli Allahın adı ilə ifadəsi Qurani Kərimdə 114 dəfə, yəni surələrin sayı qədər təkrarlanmışdır. Belə ki, Tövbə surəsi istisna olmaqla başqa bütün surələr bu ifadə ilə başlamışdır. Nəml surəsində isə biri başlanğıcda, digəri isə 30-cu ayədə olmaqla 2 dəfə işlədilmişdir. Tövbə surəsi bəsmələsiz nazil olmuşdur. Çünki bu surə müşriklərə qalibiyyətin elanı ilə başlayır. Həmçinin əzab və qəzəb ayələrini ehtiva edir. Buna görə də rəhmət ayəsi olan bəsmələ ilə ziddiyyət təşkil edir. Amma Nəml surəsində onun əvvəlindən əlavə ortasında da Süleyman Peyğəmbərin Səbə hökmranlığına yazdığı məktubda müraciəti şərh olunmuşdur. Məktubun başlanğıcında bu şəkildə keçmişdir. İnnəhu min Süleymənə və innəhu bismillahirrahmanirrahim. Diqqət edirsiniz, burada Bismillahirrahmanirrahim ayəsi bütöv şəkildə deyilmişdir. Və 31-ci ayədə Əllə tə'lu aləyyə və ətuni muslimin, özünüz də bunu mütaliə edə bilərsiniz. Məktub Süleymandandır və o Bismillahirrahmanirrahim, yəni mərhəmətli və rəhimli olan Allahın adı ilə başlayır. Məndən üstün olmağa çalışmayın və hamılıqla təslim halında mənim yanıma gəlin. Süleyman Peyğəmbərin məktubudur. Və bunu da qeyd edək ki, şiə alimlərinin nəzərincə surələrin başlanğıcında olan bütün bəsmələlər surələrin tərkib hissəsidir. Elə buna görə də Tövbə surəsi istisna olmaqla oxunmalıdır. Əziz Peyğəmbərimiz bir surənin bitdiyini Bismillahirrahmanirrahim ayəsi ilə bilirdi. Yəni, nə zaman ikinci bir Bismillahirrahmanirrahim ayəsi nazil olurdu, o zaman əziz Peyğəmbərimiz yeni bir surənin başlanğıcını elan edirdi. Və İmam Sadiq əleyhissalam bəsmələrin Quranın ən uca ayəsini Qurandan bir hissə olaraq qəbul etməyənləri kəskin şəkildə qınayır və bunu böyük qəbahət hesab edirdi. Bu mövzunun nə qədər əhəmiyyətli olmasını hər surənin öz bəsmələsi ilə nazil olmasından açıq aydın görmək olar. Əgər bir şəxs İxlas surəsinin niyyəti ilə Bismillah deyirsə, amma bu surəni deyil, başqa bir surə oxuyursa, o zaman yenidən bəsmələ deməli və İxlas surəsinə başlamalıdır. Çünki ilk oxuduğu Bismillah başqa surə üçün keçərli olmur. Amma surənin ortasındakı ayəni oxuyarkən, xüsusilə də ayə Allahın istər isim, istərsə də əvəzlik şəklində və ya ayə ilahi nemətlərin və möminlərin vəsfi ilə başlayarsa,
Bismillah demək müstəhəbbidir. Əgər ayə şeytan haqqındadırsa, həmçinin cəhənnəm, Allahın əzabı, kafirlər, bir sözlə mənfi mövzu və şəxslər haqqında olarsa, bəsmələ deməməyin eybi yoxdur. Çünki bəsmələ rəhmət ayəsidir və bu da cəhənnəm əhli və onların aqibətləri ilə uyğun gəlmir. Tövbə surəsinin başlanğıcında bəsmələ söyləmək qadağandır. Amma onun digər ayələri, ilk ayədən sonraki ayələr oxuyarkən bəsmələ deməməsi daha yaxşı olduğu halda bəsmələ oxumağa da heç bir eyib yoxdur. Quran ayələrinin tilavət edərkən şəxs onu davam etdirmək istəməsə, həmin surənin başqa ayələrinə və ya başqa surənin ayələrinə keçmək istəsə, əziz tələbələrimiz və dəyərli Quran qarilərimiz mütləq bu sıralamaya əməl etməlidirlər. Birinci, sonrakı hissə hər hansı bir surənin əvvəli olarsa, bəsmələ deməyin vacib olduğu aydındır. Yəni, bəsmələ deyilməlidir. Məgər Tövbə surəsindən başqa. 2. Əgər sonrakı hissə həmin surənin qalan ayələri və ya ondan sonrakı surələrin ortada yerləşən ayələri, məsələn, Ali İmran surəsindən sonra Nisa və ya Ənkəbut surəsinin ortalarındakı ayələri olarsa, Bismillah deməkdən sərbəstdir, yəni deməyə də bilər. Təkid müstəhəb deyildir. Bu 2. Üçüncüsü, əgər sonrakı hissə həmin surənin öncəki ayələri və ya ondan öncəki surələrin ortada yerləşən ayələri, məsələn, Ali İmran surəsindən sonra Bəqərə surəsindən olarsa, bu halda sonrakı hissə üçün Bismillah deyilməsi təkid müstəhəbbidir. Amma biz ikincidə diqqət etsək, əgər düzümlü şəkildə olarsa, yəni surə ardıcıllığı ilə olarsa, o zaman Bismillah demək təkid müstəhəb deyil. Və çatdıq istiazə və bəsmələnin qiraətlərinin müxtəlif formaları. Qiraətə başlayarkən 4 formada istiazə etmək olar. 1. Hər ikisində vəqf etmək, yəni həm istiazədə, həm də bəsmələdə dayanmaq. İkincisi, hər ikisini vəsl etmək, yəni istiazə, bəsmələ və ayəni bir-birinə vəsl etmək. Üçüncüsü, birincidə vəqf edib, ikincidə vəsl etmək, yəni istiazədə dayanmaq, bəsmələni ayəyə vəsl etmək. Dördüncüsü, birincini vəsl edib, ikincidə vəqf etmək, yəni istiazəni bəsmələyə vəsl edib, bəsmələdə vəqf etmək. İndi isə 2 surənin ard-arda qiraətinin formasını sizə təqdim edirik. Bu, yalnız 3 formada istifadə oluna bilər. Birinci, ilk surənin sonunda vəqf etmək, bəsmələdə də vəqf edib, sonra o bir surəyə başlamaq. Bu 1. İkincisi, ilk surəni bəsmələyə, bəsmələni də sonraki surəyə vəsl etmək. 3. İlk surənin sonunda vəqf etmək, bəsmələni o bir surəyə vəsl etmək. 4-cü variant isə mümkün və düzgün deyil. Yəni, ilk surəni bəsmələyə vəsl edib, bəsmələdə vəqf etmək. Çünki bəsmələ öncəki surənin sonuna deyil, yeni surəyə aiddir. Elə buna görə də bu 4-cü forma məqbul hesab olunmur. İndi isə çox maraqlı bir bəhs Ənfal ilə Tövbə surələrinin birləşməsi. Bildiyimiz kimi Tövbə surəsi Ənfal surəsindən sonra yerləşir. Bu 2 surəni bir-birinin ardınca oxumaq üçün 3 cür müxtəlif yollar deyiblər. 1. 2 surə arasında vəqf etmək, yəni Ənfalın sonuncu ayəsində vəqf etdim və Tövbə surəsinə başlayıram. 2. Surəni bir-birinə vəsl etmək, Ənfal surəsinin sonuncu ayəsini Tövbə surəsinin 1-ci ayəsinə vəsl edirik. 3. 2 surə arasında səkdə. 2 surə arasında səkdə belədir. Ənfal surəsinin son hərfi, yəni Əlimun kəlməsində olan mim hərfini sakin edirik və sakin mimdə 1 saniyə miqdarında dayanıb, sonra nəfəsi təzələmədən Tövbə surəsini qiraət edirik. Fikrimiz isə ən yaxşısı 1-ci variantdır ki, əziz Quran oxuyanlar bu qaydalara riayət etsələr daha da gözəl olar. Mən sizə müvəffəqiyyət arzu edirəm. İnşallah gələn verilişlərimizdə görüşmək ümidi ilə. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.